Endoskopiya və kolonoskopiya nə vaxt edilməlidir? Nə vaxt endoskopiya, nə vaxt kolonoskopiya olunmalıdır? Bəs ikisi birdən nə vaxt edilməlidir? Əslində bunların hamısının müəyyən olunmuş çox ciddi kriteriyaları var. Endoskopiya kriteriyaları, məsəl üçün, endoskopiya üçün mədə ağrısının və ya reflüks şikayətinin olması kifayətdir. Lakin burada yaş da çox vacib bir kriteriyadır. Məsələn, 40 yaşdan yuxarı şəxslərdə bu prosedurların şikayət oldu və yaxud da olmadı mütləq edilməlidir. Həmçinin 40 yaşdan aşağı və yuxarı şəxslərdə mütləq yoxlanış tələb edən bəzi qırmızı xətt dediyimiz simptomlar var. Bunlar udma çətinliyi olanlar, davamlı ürək bulanma və qusma olanlar, gecə yuxudan oyadan şikayətləri olanlar, səbəbsiz çəki itkisi və ailədə xərçəng xəstəliyinin olması birbaşa göstərişdir. Bəs kolonoskopiya kriteriyaları, kolonoskopiyanı isə 45 yaşdan yuxarı olan hər kəsə mütləq edirik. Çünki yoğun bağırsaq xərçənginin skriningi üçün yaş həddi artıq 45-dir. 45 yaşdan aşağı və yuxarı şəxslərdə kolonoskopiya tələb edən kritik əlamətlər isə bunlardır. Düz bağırsaqdan qan gəlməsi, ishal, qəbizlik, keçməyən qarın ağrıları, gecə yuxudan oyadan şikayətlər, səbəbsiz çəki itkisi, ailədə kolon xərçənginin tarixçəsinin olması. Bəs hər ikisini eyni vaxtda hansı hallarda edə bilərik? Əgər şəxsin 45-dən çox yaşı varsa və həyatında heç vaxt endoskopiya olunmayıbsa, kolonoskopiya ilə birlikdə mütləq endoskopiya da edilməlidir. Xəstədə həm mədə, həm də bağırsaq şikayətləri varsa, eyni anda hər ikisini yenə də edə bilərik. Bir də bəzi xəstəliklər var ki, məsələn, Kron xəstəliyi diaqnozu qoyulubsa, heç bir şikayəti olmasa belə mütləq endoskopiya və kolonoskopiya birlikdə edilməlidir. Sağlam olun, sağlam qalın.